dostlar, salam canlarım. Bugün qardaşımla silah modu qoşduq və başlanğıcımız bir tapanca ilə görək nə qədər həyatda qala bilər. Uşaqlar, bugün Kamil ev tiksə, onun evini 40 milyar TNT ilə telefonu söndürdəcəyik, bəli. Ya uşaqlar, mən o qədər qışqırmaqda bir gün kamera arkası videosu çəkəcəm. 1 milyon zad izlənir. Nəysə, gəlin biz sıradan başlanğıcımızı eləyib odumuza qıraq. Bu arada bu silah modunun davamının gəlməsini istəyirsinizsə, sizdən sadəcə 2 like istəyirəm. Old Mirağa kimi, yəni köhnə Mirağa kimi. Bu arada ürün incələmə və yemək incələmə, ürün incələmə videolarımız da gələcək yaxında və yaxud da Game Boy VS videosu da gələcək, PSP elə videolar da gələcək. Yəni, bu ay bol-bol atmaq çalışdığım qədər atacağım. Bu arada uşaqlar, yaxında məktəb açılır, nə düşünürsünüz? Yorumlara yazın. Mənim düşündüyüm şey sadəcə dərs oxuyacağıq. Yəni, məktəb sadəcə belə bir yer ki, məktəb. Yəni, vakit keçirmək ki, siz dərs işləyirsiniz sadəcə, yəni. Adi bir şey dərs etdiniz. Gedək buradan taş toplayaq. Bu arada bu modu indirmək üçün mən çox yer axtardım. Sizin üçün kaliteli mod yerlərini axtardıq və axırda belə bir dənə yer tapdıq. Bu modda çox kaliteli, yəni silahın görünüşü tam mobil üçün uyarlıdır. Yəni inşallah bu videoyu sevərsiniz. Yanına gələcəm, gözlə. Sən tapanca ilə sıxatsana, bunu bildiyi şey silah modu qoşduğumu Kamil hər yeri tarayır. Normalda köhnədən silah modu qoşduğumuz olur. O da bunlar kimi kaliteli olmayıb da, yəni. Görən silahlar nə tür eləyirlər. Yəni, biraz zordur yapılması, amma biz yapa bilərik. Bu uşaqlar, bu arada ayrı hansı videolar istəyirsiniz? Mən, yəni, sizin əylənməniz üçün çeşitli videolar çəkdim. Bununla sıkılır, yəni bu incə gördüyünüz düymə ilə. Nəysə, biz biraz dəmir toplayaq. Burada biraz dəmir var. Dəmir toplayıb genişək biraz. Ya sən kimə ateş edirsən? Uşaqlar, Kamil telefonda takır səslər görürəm, kimə ateş edir? Hayvan ağlamaq üçün deyən qılıncınız yoxdur, Kamil bəy. O qədər şeyli ki. Bu arada mən belə ayarladım. Yəni başlanğıcı bir dənə küçük bir silahla eləmək şeyinə. Tabii oyunda pompalı var. Kileş modu da qoşa bilərik. Kileş içində ayrı silahlar olan modu da axtarıb qoşa bilərəm. Bu arada yəni kitləmiz çox Minecraft xoşlayır. Yəni çünki oğlanlar ən çox kitləmizin %57'si oğlan izləyir. 157'si də deməyə 170 falan oğlan izləyir. Qız izləyən tayfa da çox azdır. Çünki bilirsiniz, mən qardaşıma qışqırıb falan yapıram. Bunlara görə qız olanlar yəni daha çox nə izləyirlər? Başqa youtuberları izləyirlər. Məsəl üçün Gamze Karta kimi, Gənzə kimi saçma youtuberları izləyirlər yəni. Saçma demək də olmaz. Saçma demək basbayaq olar yəni. Metakaya qildəsəz uşaqlar bütün Türkiyənin IQ-sunu çürüdüb yəni. Yəni verdiyi videolardakı tepki də şeydir. Yəni bir də burada gəlib Metakaya edit falan eləməyin. Heç o deyil də. Yəni. Heç o deyil yəni. Heç yeri deyil. Böyle ağaç da lazımdır onu artmaq üçün. Sən götürməmişdin şeydən? Nə? Silah. Silah götürmüşəm. Dəmir ərdəcəm indi. Dəmir neyinsin? Dəmir set yapacağım. Dəmir əşyalar yapacağım. 18 dənə dəmirim var.
Ay tövbe, indi buna da mı eləmək lazımdır? Tübe estağfurullah. Yapmayacağım sana. Çıktı. Gözü buranı da kapadaq. Görəməsin. Niye? Kritiva törəsən? Ha. Yo. Yarram uzun iyi. Kritiva törməyə asan Ben deyil. şey götürmemişim. Zırh As- götürmemişim. Zırh mən giyməmişəm, amma zaten videoda izləyərsən zırhsa giyməmişəm hələ. Heç kömürlərimi Yani sıxmamışam. haber izleyeyim ya. YouTube'dan, hardan? Twitter'dan. Tövbe estağfurullah, elə də danışır ki. Ilı çivavak diyeceğini. Çama niye öldürdün onu? Ha, neyse. Ha biz yemiş yani değil tamam. Uşaqlar, indi girişməyə odaqlandıq şu an. Yəni. Şu an dəmirlərimizi ısıtıb, az sayda zaten dəmirimiz var. Ona görə bunlarla qılınc kalkan falan eləyə bilər maksimum. Yəni də yəni. Gözləyin. Bu bitəndən sonra taktika izləyin. Ay zibil. Hə, bir anda beynim çalışır zannettim ama 2 IQ olduğunu tapdım. Bekleyirik şu an ya. Buna göre ayrı bir şey. Bu arada kaliteye bakın. Şu kaliteye bakın ya. Böyle kaliteli modu indirmeye çalışıyorum. Ciğerlerimi çıkarttım ben bu videoda. O kadar da uydururum falan demeyin ya. Bu modu aktarın tap. Eğer bu mod test tapan olsa yani böyle 45 saniye falan. Ya sen ya İşim var şimdi. çekmirəm video babşin. Çö. Yapacağız da. Ay uşaq elə bir kritik. Çörtes, şapka da tabii. Oyunda bu arada şapka da var. Bakın böyle göstereyim. Tabii Kamil hile eləyir. Yani Kamil'e karşı oyunda bu kadar eşya var. Dinamite kim var yani. Yani de yani. Bura çubuğu koyaq. Evde taşıyıb durum. Evde taşıyıb. Bunlar şeyler tez bitir. Biz kalkanda eləməli ya. İndidən belə kalkanı eləyək. Çünki lazım olacaq. Bu biyom biraz təhlükəli biyomdur. Nə məni axtarsan? Axtarım. Yanma teleportdan atsan. Vadiye gel aşağıda. Gəlmirəm. Hara ateş eləyirsənsə? Göyə bilir 100 yıllık PUBG e-sport oyuncusu deyil. Candan atarsan. Maden yapıram. Gözümün yanına gel. Spamlansa valla şey kafana 7 tane ateşi açaram. Məndə pompalı var. Məndə kalkan var. Kalkanı işləyicimiz oldu. Nə yanılacaqdı ona? Nələr düşdü nə yenə? Karda üzdüm. Və təsdiqləyir. Utanmaz zilif. Neyse bu dəmirlər pişəni kimi sizi gözlətməyəcəm. Dəmirlər pişsin gəlim. Uşaqlar, Kamil məni incənə yanma spamla öldürdü. Bilməm, indi ağlı azaldım, bilməm nə zaten. Yaxşı şeylə kamera açmamışam, yoxsa çox gözəl sözlərə şahid olacaqdınız. Yaxşı yalan. Özünü eləyir. Əlini alıb Kritovdan tapdı. Nə bok bulursa Kritovdan. Mən deyirəm ki, silah modu niyə qoşsan? Bütün ziyanımı boşaltdım bu videoda. Boşaltmalısan da izleyicilerin için her boku yapmalısan. Zəhra kimi əmək verməyən poxlar da var axı, onlar da var. O sensin daha yani yani. Mən bir video 36 saat əmək xərcləyirəm, alınan bağış 9 olar.
Zəhra kimi bir pik gəlsin, hamıdan çaldığı videolarla özünü havalı göstərsin, 2 milyon abartdı. Anında 36 abunəçi olsun. What the fuck? Vallahi şu an çok sinirli. Aa, burada keçi var. Mən bit panas zorabım var, sən mənə vura bilərsən. Panas zorabın nasıl olsan Əslində öyle. qalsa adını özüm demirəm, linçlənməmək. İndi linçlərdən korunmaya çalışan Kamil. Əslində qalsa adı Adidasdır, mən bit panas deyirəm. Panası yaxşı isə. Bu videoda yəni ev tikmək üçün bir uğraşımız çox olmayacaq. Uşaqlar nə idi onlar bu arada? Ama siz deyin, biz incəleme videosu çəkdik, təsbih incələmə uşaqlar. Dayandırdın. Təsbih uşaqlar, elə bil təsbih incələmə videosu çəkəndə çox adam yəqin ki soruf da niyə buna belə baxırsa. Uşaqlar, beyinsiz Kamilə görə YouTube'ların kuralı odur ki, məsələn çox YouTube'a video atmayanda banlansa Kamilə görə. Ya bağlandıq biz uşaqlar. Nəsə. Hemen Bronlar öləcəyik vəsiyo. Kapat ha. Burada gizlenen uşaqlar. Çünkü bura kar doldu. Şimdi ölüm sırası bize geldi. Gərək taş tərəflərimiz akşamda olur. Gərək ev tapmaq lazım. Bok in. Ev tapmaq lazım deyil aslında uşaqlar. Kamil yenə olsa səhər eləyəcəyi üçün, bəli. Və uşaqlar, mən niyə belə arada bir niyə Minecraft videosu çəkəməm? Uşaqlar, Kamil deyəcək Survivor videosu. Bu uşağın Survivor'la əlaqəsi yoxdur. Bu uşaq komut işlətir, yana spamlanır, kriti verir. Buna görə Survivor belə olmalıdır. Ama Survivor məsələn hardcore içərisədir. Hardcore'da spamlanmaq olmur, kriti eləmək olmur. Sunucunun siz də olsaz, yəni onun olma ehtimalı olmur. Gəl mən səni də tarayım qəşəng. Tarama. Qəşəng zırhlar giyinib Kritovdan. Ya Rabbi, ya Resulallah. Uşaqlar, mən yana spamlanmalıyam çünki ayrı yolum yoxdur. Çünki bu qıcıq elə. Hardadır mənim əşyaları? Harada olmalıdır. Gəl aparım. Vuranda asandır axı. Tabii patlayan sağ patlayır. Burada var kılınç. Hardadır? Burada kılınç var, o bizləri bilmiyorum. Ha, burada. Bu videoda uşaqlar özüm təhcə yerləşəcəm. Kamil hatta pompalı tüfək deyil ya uşaqlar Kamil. Görən kimi tak. Nə mənə vurmağa çalışsan? Koyun var, onu alıram, sənin işim yoxdur. Biz yemək də yapmalıyıq uşaqlar. Senin devamı gələcək bu arada. İstəsəz yəni. Like atacağız hərcələr. Atmışsızlar şey. Siktirin gidin amma. Ay bicirik ha. Zaten montajı ma patlayır. Nervlənməsi də ma patlayır. Hər şey ma patlayır bu videonun. Nə alakası ma patlayır. Aynen. Cöyəma montajı. Uşaqlar bunu biz siz montaj deyilən şey nədir? YouTube videosu montaj deməkdir. Bəli. YouTube videosu montaj deməkdir. Deyirəm montajlamayacağım. Video kəsib montajlamayacağım ya YouTube'a video atmıyorsan. Ya gəl bu Kamilin onlar linçləyin biraz da mənim içimin yağları ərsində. Uşaqlar pompalımızdan hücuma çəkdik. Dağlan təpəsində gəzməyəm. Hemen vurmaq istəyirsən. Nədir vur. Getmədi. Vurma! Getmədi. Neyse uşaqlar bizim işimiz dalmaqdır. Ya bunu nətər yeniləyirik biz? Nərimiz qalmadı eləmi? Ay tövbə, nərimiz yoxdur. Sıxdıq şimdi. Uşaqlar bu arada nərmi yapmaq bilirəm, acı dəmir lazımdır. Mən Kamil hilə ilə çorum kriti var. Alım 200.000 əşyayı uydurum hamını.
Ben vurmadım. Vurma! Bəsdir! Ben vurmadım. Yalan ne? Şüvəni çıxırsan. Ben koyun avlayıram burada yatak yapmaq. Aynen. Uşaqlar hemen biz qaçırıq. Elə yeri ev tikəcəm, evin içi lav olacaq full. Eşitdinizmi? Çamurla yanma spamlananda pompayla ateş eləməyəcək. Niyə? Çünki öləcək təhdə. Biz də yerləşəcəyimiz yer tapaq. Bu serdə adca odun toplayaq uşaqlar. Adca odun toplayaq və küçük bir dənə kulübə yapaq. Macəra küçük kulübə mənə çox bəst, ideal. Uşaqlar mənim bir bana soram var. Var silməmək üçün. Sus! Video da çəkmə. Deyir gəl video çəkək özə. Uşaqlar valla bu video Allahümme salli. Yenə batırıq, yenə ölürük. Bu video İnsan kimi oxşadın o. YouTube'da bir dənə abla var ya, adını söyləmirəm. Hə, YouTube'da shortsdakı ablalar, uşaqlar shorts ya ölüm gedim. Yardım eləyəndə aha zar zor gəldik çatdıq və yeməyimiz də yoxdur. Mük. Yeməyimiz falan da yoxdur. Hər şey mük gedir şu anda ya. İnşallah yuxarıda qar yoxdur. Allah'a şükür. Allah'ım saat çox təşəkkürlər eləyirlər. Və uşaqlar, bu birisi YouTuberlar üçün mən 2 dəqiqəlik video çəkmirəm. 2 dəqiqə Minecraft-da salım uşaqlar deyə video kapatmıram. Bir dənə adını deyirəm o YouTuber'ın qoy izləyicilərimizi tanısın. Kim? Grill Roblox film. Hə, adını mən verdiyim eşək zəhri deyək. Tabii söyməyə yönələcəm yəni. Sansürləyəmirəm də. Çünki ettima patlayır. Etdi kamilə patlamır uşaqlar, yalan deyil. Bu YouTube haqqında o qədər heç nə bilmir ki, deyir ki, YouTube'a video atmayanda adamlar banlanır. O Lazari 3 ildir ki video atmır. O nətər banlanmalı? Tövbəs. Uşaqlar video kaç dakika oldu? Bir dənə baxaq görək. 17 dakika ya. Hələ az. Zaten gigabayt 100 gigabayt falan tutar da ya. Bu arada cross air'im qəşəkdim bu şeyə belə uçucaq olan kimi bir şey var ya, işarət edeyim hatta. Uşaqlar baxın mən bunu deyirəm baxın. Bunu deyirdim. Üstünü qarladığım şey, rəhlədiyim şey deyirdim. Nəysə. O canım kabul iş. Tabii silahımın nərmisi qalmamadığı üçün. Ay öldük. Neyse. Uşaqlar uzun yollar gəldim. Şaxta baba deyirik. Məsələn çox adam təbrəcdən Şaxta baba deyirik. Çox uzun yollardan gəlmişəm. Sizə billur gətirmişəm. Şöyle biraz bloklarda sərf edeyim israfçılam. What the fuck? Uşaqlar zaten bu videoda yeteri olarak zaten videoyu kəsir. Neyse. Şu an mən belə lağa qoysan, özünü avral hiss edirsən, biləm. Neyse. Şeyimiz de getdi. Çox harika. Qılıncımız yoxdur. Omega harika. Tapdıq qılınc. Sıradakı işimiz olacaq ev tikmək. Onu da o bir serdə yaparaq. Bugün bol odun toplayıb bir yerə yerləşməyi planlayıram. Bu Allah bəlasını vermiş. Qar biyomu icazə vermir. Deyir ki, qarın içinə girməlisən. Qarın. Ayrı yolu yoxdur. Ya zaten ona görə belə dəmir elədim. Bu qırıldıqdan sonra biz ayrı dəmir tapamayacağıq. Niyə? Çünki uzun sürə madənə girməyəcəm. Yəni bilirsiniz də köhnə serilərimizə, yəni linkini də qoyaram. Linkini niyə qoyuram? Zaten o qədər böyük kanalımız yoxdur, amma uşaqlar mən ətraflıca bir dənə fikir tapdım. Yeraltı ev eləsək məncə bundan daha israfçı olmaz, daha ekonomik olar məncə. Yeraltı ev daha ekonomik olar. Ona görə gəlin eləyək, yeraltı ev eləyək.
Abi adı saçdıra bilərsən video çəkirəm. Bəli. Yaşayan bir adam. Neyse uşaqlar biz devam eləyək. Bu arada yeraltı ev eləyəcəm. Ya mən niyə kazmayla odun qırıram? Yeraltı ev eləməkdə diqqətli onu seçmək lazım. Çünki zombi saldıra bilər. Bura maden değil lan. Buranın aşağısı madendir. Yok. Tamam. Uşaqlar çox... Uşaqlar bu gün mən sadəcə yeraltı evimizin şeyini eləyəcəm. Alt tərəflərini biraz genişlədəcəm nə qədər olacağını. Və gələn serdə, yəni o serdə isə ağaracağıq. Evi tam yapacağıq. Yəni başdan aşağı inşaat eləyəcəyik. Kız məni gördü, çörəkməyəcək. Və uşaqlar bu arada kömür şimdi bu kömürlər bitməyəcək. Biz də yeraltı evimizi eləyəcəyik. Uşaqlar, yəni belə bir şey eləyəcəm mən. Yəni balaca bir ev eləmək fikrindəyim. Niyə? Çünki daşdan da olsa olar. Mən fərq də eləməz. Çünki mən nə qədər belə böyük ev tikib nə edə biləcəm? Edə biləcəyimi də düşünmürəm. Amacım da bu arada YouTube'da amacım elə para kazanmaq falandır. Çünki 2 gram da kazandım. Sadəcə əyləncəsini açmışam. Və məktəb falan olanda yəni çox adam yəni məşğul olamayacaq. Məktəb olan vaxtda zaten YouTube videoları az izlənir. Niyə? Çünki dediyim kimi yəni məktəb, ev tapşırığı, hazırlığa gedənlər varsa 10 qat daha onlar üçün zor olur. Bu arada merdiven yapacağım. Abi burada da kömür var. Tübe estağfurullah. Qırıl qırıl qutarmır. Bu arada ev tavsiyeler de verə bilərsiniz. Ev yapa bilərəm sizin üçün. Hop, hop. Ama buranın da azca genişlətək. Məncə mük bilən ev oldu yəni. Mük ev oldu. Bura yatağı qoyarıq. Bura yataq qoyarıq. Bura crafting table qoyarıq. Bura fırını qoyarıq. Hatta indidən eləyək yəni. Bayağı da kömür topladıq. Bura bunu. Yəni tək kişi bir ev olacaq bura. Hemen biz de şey eləyək. Bir dənə sanlıq eləyək. Bu arada bu video net uzun olacaq. Çünki ev tikmək falan. O bir seriyə salmayacağım. O bir seridə bilməm nə qıracağımı. Amma mən elə 2 dəqiqəlik video çəkməyi mən heç xoşlamıram. Silahımızı bura gizlədək. Baltadlı zadlı. Bunlar gizlədək. Yedekdə qalsın. Neyse. Biz hemen bu kapı kapı ilə merdiven eləməmiz lazım. Merdiven üçün də çubuq lazımdır, eləmi? Tamam, çubuq. Bax, sıfır uğraşlı, beleş ev, sıfır uğraşlı bax. Nəyə lazımdır böyük ev tikmək? Bu ev tikməyi mən heç xoşlamam. Göstüm. Hop. Canım. Tamam, buranı düzəldəcəyik. Tamam, okey. Bana yorumlarda yazmayın. Beceriksiz ev tikici deyə yazmayın. Görəsiz, evin sonunu görəsiz. Alma paçito olacaq. Mən bilmirəm bu arada alma paçito nədir, amma özümdən çıxartdım qaqa. What the f... Bu arada uşaqlar ayrı nə tər videolar gəlsin? Yəni qorxu oyunları gəlsinmi? Qorxu videolar gəlsinmi? Yəni qorxu oyunları falan. Ya o birisini hara koydum ben? What the hell? Oh my god. What? Bura koymuşam. Kör. Körəm, kör. Hop. Və vəsiyo. Ama paçito evimiz yapılmağa devam. Hemen şu. Ya da evimizin yeri belli olsun diye elə deyə bilər. Mantıqlı fikir. Onda bir dənə pilləkən qismi alıyor buradan. Ekonomik deyilmədi. Ekonomik israfçıl Promex elədi evi. Və yeraltı evimiz hazırdır uşaqlar. Bəli. Sənət əsəri. Gördüyünüz kimi Mirağanın yaptığı sənət əsərini göz qabağında gördünüz yəni. Belə videolar gələcək. Çox gələcək bu arada yəni. Yəni. Ya birləşin sizdən. Biraz çubuq, biraz da meşale qoyaq çünki ev belə qəşəng olsun. Hop. Hop. Bu arada yataqdan duranda blok kimi sıxışarıq deyə
Biraz bu üstte Anne kasım. abi onun tamı yok değil. Kamil, biraz sus. Ok. Biraz buralarda üstte eğlenin ki hoppana bile. Bakın artık 2 gram da olsa hoppana bilir. Bəli. Və uşaqlar. Və uşaqlar videomuz bu qədər iyi olsun. İnşallah sevdiyiniz bir video olar. Əgər 2 dəqiqə, 2 dəqiqə deyirəm. 2 like gəlsə bu videonun davamı gələcək. Özünüzə yaxşı baxın, cici baxın. Bay bay.